Herkese salam. MİQ 2024 qəbul suallarının ikinci beşliyinin izahına baxaq, yəni 6-cı sualdan 10-cu suala qədər. Sual 6. Qaranlıq otaq söz birləşməsinin fonetik təhlili ilə bağlı neçə fikir yanlışdır? Baxaq, birləşmə verib bizə, düzdürmü? Birləşmə veribsə biz tərəflərə hələ ki ayırmırıq, ümumi birləşmədə hansı hadisələrin düz səhv olduğuna baxa bilərik. Yazıram bura qaranlıq. Otaq niyə ğı oldu? Çünki otaq sözü saitlə başlayırsa, biz burada x səsi eşidə bilmərik. Ğı səsi eşitməliyik. Yanlışları istəyir. 3 fonetik dəyişikliyi var. Baxaq, sayaq. 1, 2, 3. Bəli, bu doğrudur. Cingiltli samitin cingiltli samitə keçdiyi bir məqam var. Əslində haqlıdır. Bax, burada q ğ-ya keçir. Amma bir məqamda deyil də bu. L da n-ya keçirsə, burada iki yerdə cingiltli cingiltliyə keçir. Ona görə bu səhvdir. Kəmiyyət fərqi var. Kəmiyyət fərqi səsin tələffüzdə, yəni hərflərə baxanda səsin düşümü yaxud artımıdır da. Amma burada nə səs artımı var, nə də səs düşümü. Deməli, kəmiyyət fərqi var. Fikri səhvdir. Samit cütlüyünə rast gəlinmir. Əslində gəlinir. Bax, ğ, x var. Bu da səhvdir. Gəlinir deyir. Bəli, düzdür. Samit cütlüyünə rast gəlinir. Aslı tərəf əsas tərəfə nəzərən daha çox dəyişikliyə uyğulayıb düzdə deyir. Aslı tərəfdə 2 fonetik dəyişiklik var. Tələffüzdə əsas tərəfdə isə 1 dəyişiklik var. Bu doğrudur. Bizdən nəyi istəyirlər? Yanlışı. Cavabımız olacaq B variantı. Sual 7. Verilmiş hansı cərgənin sonu cingiltli samitlə bitən sözlərdən ibarətdir? Hər birini tələffüz edirsən və görürsən ki, cavabımız olur burada D variantı. Çünki, məsələn, nəhayət sözü karla bitir, ahəng karla bitir, zambaq, qatıq sözü, bunların hamısı kar samitlə bitir. Təbii ki, sözün sonunda, ortasında, əvvəlində fərq etməz. Sözdə cingiltli, kar samitlər, açıq, qapalı, dodaqlanan, dodaqlanmayan saitlər və s. axtarırsansa mütləq şəkildə tələffüz edib axtarmalısan. Əks halda variantın düz gəlməyəcək. Sual 8. Eyniköklü sözləri seçin. Eyniköklü sözlər üçün bizim bir neçə şərtimiz var. Şərtlərdən biri mütləq şəkildə verilən sözlər cərgəsi quruluşca düzəltmə olmalıdır. Düzəltmə olmalıdırsa A çıxdı. Daha sonra kökləri eyni nitq hissəsində olmalıdır. Müxtəlif nitq hissəsi olarsa variant olmaz. Deməli, mən, hətta qırmaq da sadədir, çıxdı. Güldürlə güldan sözündə güldürməyin kökü feildir, güldanın kökü isimdir, ola bilməz bunlardan. Biri deyər ki, bəs mən bunu şəxs sonluğu bir gül kimi düşünə bilmərəm. Güldür, ləçəkdir bu mənada düşünə bilərsən. Amma o mənada da onsuz da sadə söz sayılır deyə bu sözlər cərgəsi eyni köklü ola bilməz. Yəni, istər güldürmək kimi oxu, istər güldür kimi oxu, hər iki mənada həmin cərgə eyni köklü sözlər cərgəsi sayılmaz. Enli ilə eniş də niyə eyni köklü olmaz? Çünki enlinin kökü isimdir. Məsələn, enli, uzunluqlu mənasında isimdir kök. Enişin kökü isə feildir. O səbəbdən bunlar enli və eniş olaraqdan kökləri nitq hissəsi baxımdan fərqləndirsə eyni köklü olmaz. Cavab B variantı. Nadinc, dinclik. Hər ikisi düzəltmədir. Hər ikisində leksik şəkilçi mövcuddur. Cavabımız oldu 8-də B variantı. Açıq, dodaqlanan incə saitin uzun tələffüz olunduğu versiya. Açıqlar hansılardır? A, E, Ə, O, Ö. Dodaqlananlar hansılardır arasından O, Ö. Bunların arasından incə hansıdır? Ö. Deməli, sənə lazımdır ki, Ö saiti uzansın. Mötəbər, şöbə. Variantımız C variantıdır. Sual 10. Buraxılmış durğu işarələrini müəyyən edək. Görcək məni Gülçöhrə danışdı. Burada bir dialoq görürük. Dialoq görürüksə, deməli, dırnaq olmur əsasən dialoqlarda. Bu nə səsdir, sən aləmə salıbsan? Bu formada olacaq. Deməli, görürəm ki, sual cümləsidir. Sual cümləsi olduğunda nədən bildim? O səbəbdən də sualımız da yerində oldu. Qoşa nöqtə, tire, vergül, sual. Cavabımız olacaq C variantı.
Bu tip izahlar imtahan gününə qədər sizlərə dəstək xarakterli olmaqla paylaşılacaq. Əgər yararlı olursa, davamının gəlməyini istəyirsinizsə, ürəyiniz istəyirsə, rəylərdə öz fikirlərinizi bizlərlə bölüşə bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə.